Xalq artisti Natiq Şirinov 50 illik yubileyini Türkiyədə qeyd edib. Bugün TV xəbər verir ki, Trabzonda olan nağara ifaçısı özəl gününü ailəsi ilə birlikdə keçirib. Natiq Şirinovun qızı Sevil doğum günündən görüntülər yayımlayıb. O paylaşımına "Bu sevgi heç bir şeyə bənzəməz. Nə şeir yetər danışmağa, nə də ürək yetər sığdırmağa. Sərhədsiz sevgi, məni sevən atam. Sənə layiq olmaq üçün yaşayıram. Ritminin 50 vuruşu mübarəkdir. Əziz atam, Natiq müəllim, xoş gəlib, səfalar gətirmisən. Bugün yanımda, Türkiyədə olmağının sevincini yaşayıram" sözlərini yazıb. Qeyd edək ki, Sevinc adlı xanımla ailəli olan Natiq Şirinovun 3 övladı var. Hüsniyə Salmanova, Bugün TV.